Paytaxtda son günlər baş verən su basmaları əmlak bazarında narahatlıq yaradıb və alıcı davranışına təsir göstərib. Məsələ ilə bağlı ekspert Elnur Fərzəliyev bildirib ki, artıq bazarda alıcı qıtlığı müşahidə olunur və bu, qiymətlərin enməsinə səbəb ola bilər. Onun sözlərinə görə, xüsusilə tez-tez su altında qalan ərazilərdə mənzillərə tələbat azalır. Ekspert qeyd edib ki, problemlərin səbəbi təkcə infrastruktur deyil, həm də sənədsiz tikililər, söküntü riski və ümumi psixoloji amillərlə bağlıdır. Qiymətlərin hansı ərazilərdə daha çox enə biləcəyinə gəldikdə, ekspert deyib ki, əsasən Abşeron və Xəzər rayonlarında müşahidə olunacaq. Ağşəhərdə isə yollarda problem olmuşdu, evlərə xəsarət dəyməyib. Belə hallarda qiymətlərə təsir nisbətən zəif olur. Ümumilikdə isə orada tikililərdə satışların az olması da qiymət dəyişikliklərinin kəskin hiss olunmamasına səbəb olur.